Bismillah, elhamdülillah ve salatu ve selamun etemmanil ekmelani ala khayri halqillah ve ala alihi ve sahbihi ve men valah. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Allahümme la sehle illa ma cealtehu sehla ve ente tec'alel hazne izâ şi'te sehla. Es'elullahel azim Rabbel arşil kerim el-ihlas vel kabul fîmâ naqul. Amin ve ba'd. Demek ki Abu Malik'in Sahih Fiqh Sünnə və Tevdih Məzəb-ül Əmmə kitabının tatavvu' babındaydıq, yəni nafilələr və alaxüsus nafilə namazlar babında və nafilə əməllər, bu da bu qismə daxildir və sonra belə bir fəsil gətirir. Əl-ittica'u aləl-cənbil əyməni ba'dihimə. Sübh namazının əzanından sonra, fəcrin ilk sünnətini qılandan sonra sağ tərəfə uzanıb dincəlmə məsələsi. Sağ tərəfə uzanıb dincəlmə məsələsi. Ən Aişətə qalət, kənə Rasulullah sallallahu aleyhi və səlləmə idə səkətəl müəzzinu bil-ulə min salatil fəcri qamə fərəkə rəkəteyni xafifəteyni qablə salatil fəcr. Ayşə anamız, möminlərin anası, radiyallahu anhə, belə buyururlar. Allah Resulü sallallahu aleyhi və səlləm müəzzini eşidəndən sonra, o zaman ki müəzzin əzan verir və sonra sakit dururdu, yəni əzandan sonra 2 rəkət qalxıb xəfifcəsinə, yəni sürətlə namaz qılardı. Yəni fəcrin sünnətini. Sonra da nə inəyərdi? Fəcrə bəyanət verilənə kimi, yəni iqamə verilənə kimi, bə'də ən yəstəbinəl fəcr, yəni fəcr əzanının ikincisi, yəni iqamə verilənə kimi nə inəyərdi? Ət-təcə' alə şıqqil əymən, sağ tərəfinə uzanardı. Ta müəzzin gəlib iqamə verənə kimi. Hədis İmam Buxarinin hədisidir, hədis səhihdir. Yəni, məsələr cəhətdən problem yoxdur. Problem nədədir? Bunun hökmü nədir? Abu Malik bunu fikir versiniz hansı baba salıb? Tatavvu' nafilə babına salıb. Namazın nafilələri və namazda olan nafilələr və nafilə əməllər. Ancaq bununla bərabər fuqahanın bu məsələdə ixtilafı var. Və qad ixtələfə əhlül ilmi fi hukmun ittəcə'i bə'də rəkəteyni sünnətəl fəcri alə əqval. Uləma bu məsələdə bir çox görüşlərə ayrılıblar. Birinci görüş, müstəhəbdir bu əməl, mütləq olaraq. Yəni, kim istəyir eləsin, eləyə bilər, hər kəs eləyə bilər, eləməsə də olar, heç bir məcburiyyət yoxdur. Bu görüş İmam Şafiinin, Əbu Musəl Əş'ari sahabələrdən, Rafi' ibn-i Xadic sahabələrdən, Ənəs ibn-i Məlik və Əbu Hureyra sahabələrdən, bu, onların görüşüdür ki, müstəhəbdir, mütləq olaraq. Yəni, mütləq bir müstəhəbdir, hər hansı bir müstəhəblərin biridir. Və İbn-i Sirin də fuqahalardan bunu deyir. Həmçiniz fuqaha əs-səb'ə 7 Mədinənin məşhur Əbədilə fuqahasından bunu deyir. Nə deyirlər? Birinci məsələ, birinci görüş. Yəni, müstəhəbdir. Nə? Sağ tərəfə, sağ çiyinə uzanmaq. Nə zaman? Sübh əzanından sonra, 2 rəkət qılandan sonra. Yəni, fəcrin sünnətindən sonra iqaməyə kimi. İkinci görüş isə qəlbə görüşdür. Vacib görənlər də var bu əməli. Bu görüşün sahibi məşhur İmam Muhammed ibn Hazm. Bəl əğrəbə rahiməhullah. Şeyxin görüşü çox qərbədir, deyir. Ondan da qərbəsi nədir? Deyir ki, nəinki vacib görür? Deyir, namaz əsla qəbul olmaz, belə eləməsən. Namazın qəbul olma səhhəti şərtindən görür. Fəcəaləhu şərtəs li səhhəti salatil fəcr. Yəni, sanki salatil fəcr deyilən bir namaz düzgün sayılmaz, ta ki, belə uzanıb dincəlməyənə kimi. Şeyxülislam İbn Teymiyyə rahiməhullah, onun haqqında, bu görüş haqqında təbii ki, belə deyir ki, وَهَذَا مِمَّا تَفَرَّدَ بِهِ عَنِ الْأُمَّةِ. Bunun bu görüşü, ümmət bir yanda, onun görüşü də başqa bir yanda qalıb. Aydındır. Çünki qəribə bir hökümdür. Alə kulli hal Muhammed ibn Hazm rahimehullah rahmeten vasi'a imamun celil və faqih. Faqih və cəlaləti ilə məşhur olan bir alimdir. Onun çox gözəl fikri görüşlərini gördünüz keçən dərslərdə və bundan sonra da görəcəksiniz. Və onun cəlalətindən bu əsla zərrə qədər aşağı salmaz. Rahimehullah şeyx.
Sonra deyir ki, dəlili isə şeyxin, vacib eləmə dəlili, hardan dəlili götürüb? Əbu Hüreyrə hədisidir. Qal Rasulullah sallallahu aleyhi ve sellem İzə sallə əhadukumur rək'ateyni qablə salati subhi fəliyəttəci' alə cənbihil əymən. Burada fəliyəttəci' əmr formasında gəldi. Fikir verdiniz. Zahirini götürüb hədisin. Hədisin zahirinə gedib. Sizdən biriniz sübh namazının əzanından sonra qalxıb 2 rəkat namaz qılandan sonra qoy sağ tərəfinə uzansın. Sanki əmr formasıdır. Alə cənbil əymən. Hədis haqqında hədis əxrəcəhu Əbu Davud və Tirmizi və İmam Əhməd. Ancaq Şeyxülislam İbn Teymiyyə hədis haqqında hədis əsla batildir. Şeyx bəs bu hədisə oxşar İmam Buxarinin hədisi var. Deyir ki, əmr formasında gələn siğəsi, yəni bu cürə üslubu əsli yoxdur, batildir. Feil olaraq sabitdir. Səhih Buxaridə gələn deməz feilidir. Allah Resulü sallallahu uzanıb. Aydındır. Ancaq uzanmağa əmr edib deyilən bir hədis səhih yoxdur. Abu Davud və Tirmizi və Əhməd və başqaları da onun hamısını çıxartmağına bərabər belə yenə zəif hədisdir. Nəinki zəif şeyh onu deyir ki, və leysə bisahih həzə batilun deyir. Nəinki səhih deyil, bu batil bir hədisdir. Söhbət nədən gedir? Məhz bunun əmr formasında Allah Resulü sallallahu aleyhi ve sellem tərəfindən əmr edilmə cümləsi batildir. Ancaq feil sabitdir. Peyğəmbər doğrudan da uzanıb, aydındır, sübh sünnətindən sonra sağ tərəfə. Bu cəhətdən fuqaha vacib görənlərə rəddiyə olaraq bu hədis bizdə sabit deyil dedilər. Sabit olansa Allah Resulü sallallahu aleyhi ve sellemdən bundan qabaqki götürdüyümüz Ayşə anamızın hədisi, yəni İmam Buxaridə gələn hədisdir. Allah Resulü sallallahu aleyhi ve sellem neyniyərdi? Uzanardı. Və bir də hansı hədis səhihdir? Fikir verin. Və ikinci hədis məsələyə aydınlıq gətirir. Ayşə anamız görün nə buyurur? Radiyallahu anhə və arzahə və ansəiri əzzvacin nəbiyyi sallallahu aleyhi ve sellem. Buyururlar ki, Ənə Nebiyə sallallahu aleyhi və səlləmə kəni usalli rək'ateyni. Allah Resulü sallallahu aleyhi və səlləm 2 rəkat namaz qılardı. Yəni, nədən sonra? Sübh namazının əzandan sonra. Fəin kuntu mustayqadatan həddəfəni. Əgər mən yatmamışdımsa, mənə söhbət eləyərdi. Yəni, 2 rəkat namazdan sonra. Əgər yatmışamsa, o zaman uzanardı sağ tərəfinə də evdə. Yaxşı, yatmış, bəs sübh namazı hardadır? Qadınlarda heyz hallar olur. Aydındır. Heyz hallarında qadınlar namazları qılmırlar və qəza da eləmirlər. Ehtimal var ki, aydındır, bu daima olardı sanki. Və hələ ki, mən yatmışam, yəni artıq namaz mənə aid deyil sanki, aydındır, o zaman o da uzanardı. Əgər oyağamsa, oyaq olma səbəbi nə olacaqdı? Demək, heyz halı deyil və sübh namazını qılanlardandır. Oyağamsa, uzanmazdı sağ tərəfinə, hətta evdə. Neyniyərdi? Məni danışdırardı. Çünki aleyhissalatu vesselam onu çox sevirdi. Və zövcələr arasında ən çox sevdiyi zövcə də oydu. Xədicədən sonra radiyallahu anhunnə əcmə'in. Və zahiru ənəhu kənə la yəttəci' ma'a istiqavihə. Hədisin zahiri göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem məhz belə eləyərdi. Oyaq ikən uzanmazdı. Hələ ki, yatmış görərdi onu, Ayşə anamızı, o zaman sağ tərəfinə uzanardı. Hədisə gələndə isə hədis İmam Buxari və Müslim hədisidir. Hədis səhihdir. Bu səbəblə buradan istinbat elədik. Fuqaha deyir ki, vacib hökmdən məndub, yəni sünnət, müstəhəb hökmünə çevirdik. Allah söz yuxarıdakı hədis sabit deyildi bizdə, əmr forması. Aydındır. Feil cəhətdən də o, vacib hökmdən müstəhəb hökmünə qayıtdı. Yaxşı, biz burada 2 dənə görüş götürdük. Birinci görüş, müstəhəb mütləqdir. Və deyir ki, bu görüşün sahibi İmam Şafi, Əbu Musa Əş'ari, Rafi ibn Xadic, və Anas ibn Malik, və Əbu Hüreyrə, və İbn Sirin, və fuqaha səb'ə və Mədinənin məşhur 7 fuqahası Əbədilə. İkinci görüş dedik ki, İbn Həzmin görüşüdür, qəribə bir görüşdür, vacib edir bunu. İndi keçək 3-cü görüşə. Məkruhdur. Bu əməl əsla məkruhdur deyənlər var. Sizin dəliniz nədir? Bunu məkruh görənlər və siz kimsiz desək, görəcəksiniz ki, qəribə odur ki, cəm'un minəs sələfi
Sələflərdən, yəni sahabə və tabinlərdən böyük bir kütlə. Qərbədir. Məkruh görürsünüz. Bəli, Allah sizdən razı olsun. Kimdir bunlar? İbn Məsud və İbn Museyyib və Nəxai tabinlərdən və Hakahul Qadi İyad, həmçin cümhur uləmə. Təsəvvür edin. Hüccətuhum, dəlilləriniz, dedilər ki, ənnən nəbiyyə sallallahu aleyhi ve səlləmə ləm yu'raf anhu ənəhu amilə fil məscid. Çünki bu əməlin məsciddə edilməsi bizə heç gəlib nəql olunmayıb. Bunu evdə edərdi. Biz də bunu məsciddə etməsini məkruh görürük. Və insanlar da bizim zamanımızda məsciddə qılırlar sünnətləri. Hətta sübh namazının fərzinə çata bilsinlər. Ancaq o dövrdə aleyhissalatu vesselamın bir qapısı birbaşa məsciddə açılırdı. Ev məsciddə bitişlik olduğuna görə həmin anda sünnəti qılar, uzanlar evində fikir verir və sonra iqamə zamanı çıxardı. Bizdə elə deyil. Gedirik sübh əzanının fəzilətini idrak etmək üçün, birinci safı əldə etmək üçün və onun savabına nail olmaq üçün və sonra sünnəti qılandan sonra. Və deyir, uzana bilmərik. Məkruh görənlər də sahabə və tabinlərdən böyük bir kütlə və cümhur uləma. Niyə məkruh görürsünüz? Dedi ki, bu əməl yalnız evdə gəlib. Əməl olmaq kimi evdə gəlib və onun məsciddə gəlməsi əsla bizə nəql olmayıb. Bu cəhətdən biz bunu məsciddə edənləri məkruh görürük. Dedilər. Dedik, yaxşı dəlilləriniz, dedilər ki, əgər Allah Resulü sallallahu aleyhi ve sellem heç olmasa bir dəfə məsciddə uzansaydı, mutavatir bir şəkildə böyük bir kütlə ilə bizə rivayət olunardı. Ancaq rivayət elən yalnız ev əhlidir, evinkindən. Fikir verirsiniz. Abu Malik isə kitabımızın sahibi, Seyyid, deyir, mən bu görüşdən razı deyiləm, deyir. Və əksi daha doğrudur. Və 5-ci görüş nədir? 5-ci görüş, bu əməl mütləq müstəhəb deyil. Müstəhəbdir gecə namazlarını qılanlar üçün. Çünki yorulub. İndi səbəb var, sübh əzanından 2 rəkət qılandan sonra uzanmağa. Aydındır. Bu da İbn-i Arabi və Şeyxülislam İbn-i Teymiyyənin görüşüdür. Görün, nə gözəl vəcih görüşdür. Deyir ki, müstəhəbdir, ancaq mütləq müstəhəb deyil. Yəni, açıq müstəhəb deyil. Kim gəldi, necə gəldi. Yox. Müstəhəbdir gecə namazı qılanlar üçün. Çünki adam gecə namazı qılıb, indi yorğundur. İndi bir başda əzanı da eşitdi, bundan da qabaq bitir eləmişdi. Yorulub. Çünki gecə namazıdır. 1 cüz, 2 cüz, maşallah. Rukuları yerində, səcdələri yerində, bol-bol Quran oxuyursan, belin ağrıyır, ayaq üstə durmaqdan ayağın çartdır. Yəni, söhbət gecə namazından gedir. Dənləməkdən yox. 2 rəkat. Aydındır. İndi adam yorulub. İndi də vitri qıldı, indi əzan verildi. Əzandan sonra 2 rəkat xafif qıldı. İndi dincəlmə ehtiyac var ki, hətta taqəti olsun nə üçün? Sübh namazın fərzi üçün. Məhz bunlar üçün müstəhəbdir. Şeyxülislam İbn Teymiyyə və İbn Arabi. Fikir edin. İbn Arabi sələfi alimdir və İbn Arabi də başqa bir halik olan quburi alimdir. Bunlar qaçdırmayın. Biri İbn Arabi, nəkira. Biri də İbn Arabi, Əl-Arabi. Bu da sələfi alimdir. Aydındır. Bunlar iki müxtəlif alimlərdir. Biri həlak olmuş qəbir əhlinə olan, tasavvufa nisbət olan bir adamdır. İkincisi İbn Arabi sələfidir. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşdədir ki, mustahabun limən yaqumul leyl. Yaxşı. 6-cı görüş. 6-cı görüş qəribə görüşdür. Dedilər ki, o bir əməldir. Qəsd olmuş bir əməldir. Müəyyən bir qəsdə görə yapılmışdır, edilmişdir. O zaman sünnət sayılır. Nədir o? Dedilər ki, bu sübh namazının sünnəti ilə fərzini ayırt edən bir meyyar kimidir. Sanki deyir ki, bu iki namazı bir-birindən ayırmaq üçün sanki qarışıq namazdır. İkisi də 2 rəkat daxa. Deyir, sanki bunu ayırmaq üçün bir meyyardır, uzanmalısın saat tərəfə. Bu daha qəribə bir görüşdür. Və bu görüş İmam Şafiidən rivayət olunur və fuqaha bu görüşü mərdud görür, məqbul görmür. Niyə görə? Niyə görə mərdud görürsü fuqaha? Dedilər ki, meyyar olaraq ancaq bu mu lazım idi? O qədər meyyar var ayırmaq üçün. Sübh namazın 2 rəkat sünnətini fərzdən. Birinci, bu səssiz namazdır. Bu səssiz namazdır. Birinci, bunu tək qılırlar. Onunsa cəmaatla qılırlar, imamla, səslə. Aydındır. Daha nələr.
Birində heç nə yoxdur, əzandan başqa qılınır, tək olaraq, fərdi olaraq, sakitcə və xəfifcəsinə. İkincisi uzun qılınır və Qur'an-ı Fəcr tilavət olunur və imamla saflar düzülür və iqamə verilir, daha nələr. Ona görə meyyar cəhətdən heç qəbul eləmirik bunu. Aydındır, yəni ayırdıcı olaraq meyyar yox. Qultu, həmişə dedik ki, qultu deyəndə kimdir? Dedim, yəni kitabın sahibi. Əbu Malik, Seyyid, Kəməl. Və racih, səhi olan, tərcih olan, düzgün görüş, həmişə deyirik dinləyicilər, düzgün görüş, tərcih olan görüş dərsin sonunda gəlir. Dərsin ortasından qulaq asıb maşında, sonra gəlib başqa cürə başa düşməyin, dərsi diqqətlə qulaq asın, əvvəldən axırına və dərsin sonunda məsələlər közlərindən sonra məzhəblərin görüşləri, dəlilləri gəlib münaqişə olunandan sonra tərcih olunur. Tərcih nədir? Səhi odur ki, el-ittica'u ba'd rak'atayn sünnetil fecri mustahabbun. Müstəhəbdir. Müstəhəbdir. Sadəcə bir müstəhəb əməldir. İttica, Əbu Malik bu görüşü seçib, yəni o sanki birinci görüşün sahiblərinə bərabərdir. İmam Şafii, Əbu Musa Əş'ari, və Rafi ibn Xadic, və Anas ibn Malik, və Əbu Hureyra, və İbn Sirin, və Fuqaha Səb'a. Onların görüşünə bərabərdir. Əbu Malikin götürdüyü görüş. Ancaq şərtlər qoyur Əbu Malik. Fikir verin. Racih, tərcih olunan səhi görüş odur ki, bu əməl müstəhəbdir. Biz onu müstəhəbliyindən çıxarda bilməliyik. Bu əməl sabitdir. Ancaq şərtlərlə, bir şərtəyin, 2 dənə şərt var. Birinci şərt, evdə olmalıdır. Məsciddə olmasın. Həm məsələdə qayıtdır. Yəni, bunu edən evdə etsin. Məsciddə etməsin. Ən yəkunə fil beyti, lə fil məscid. Dəlil, li'adəmi nəqlihi anin nəbi sallallahu aleyhi ve sellem. Çünki belə çatıb bizə rivayət, başqa cürə çatmayıb. Necə çatıbsa o şəkildə də qoruyaq, o şəkildə də əməl edək. وَالثَّانِ أَنْ يَكُونَ شَخْصٌ مِمَّا يَسْتَطِيعُ الْقِيَامِ صَلَاةِ الْفَجْرِ. İkinci şərt onu qoyuruq ki, insan uzanmaqla yuxu basmasın. Sonra gəlin də onu oyat. Və yaxud da ki, yatdı, dəst namazı pozuldu, cəmaat da namaza girdi, bu da su axtarır. Və yaxud da yatdı, cəmaat namaza girdi, yuxusu həqiqi yuxu oldu, ihtilam oldu, cünub oldu. İndi cəmaat fərzdədir, bu gəlib qusl almalıdır. Şərt qoyur ki, yuxusu həddindən artıq xəfif olsun, sanki mürgü. Yaxud mürgü yox, sadəcə gözlərini örtür və dincəlir və insanların səsini eşidir. Buna da bizdə yuxu deyilmir. Bu səbəblə dəstəmaz sayılır. Çünki yatmayıb. Deməli, sağ şeyini dincəlir. Sanki burada dincəlmək beynin dincəlməsi deyil, məhz bədənin əzasının dincəlməsidir. İkinci şərt nədir? Ən yəkunə şəxsu mimmə yəstəti'l qiyam li salatil fəcr. Məhz o kəs olmalıdır ki, fəcr namazına qalxıb təzən dura bilsin. Və la yanam anha. Onu uzanmaqla yuxuya getməsin. Vallahu a'lam. Doğrusunu da Allah bilir və beləcinə fasıl verir. Və li'ilmündəllah. Yaxşı. Sonra gəlir bəzi namazların, nafilə namazların qəzası haqqında. Alaq söz sübh namazının 2 rəkət sünnətinin qəzası haqqında. Üzr səbəbi ilə onu qıla bilməyən insan qəza edə bilər. Dəliliniz, dedi Əbu Hureyranın hədisi. Bu hədisi biz keçən dərslərdə götürdük, hədis də səhiddir. Yadınıza gəlir, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələri ilə bərabər vadidə yatıb qalmışdılar. Və onlar sübh namazının sünnətini də fərz ilə bərabər qəza etdilər. Hədis yadınıza gəlir. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buradan qalxın, təcili olaraq, hətta namazı başqa yerdə qıldılar. Yadınıza gəlir. Çünki bu yerə şeytan gəlmiş dedi, buyurdular aleyhissalatü vesselam. Bu hədisi biz keçən dərsdə götürdük. İmam Müslimin hədisidir. Hədis səhihdir. Hədis də İmran ibn Hüseynin hədisidir, yadınıza gəlsin. Həmçinin Qays ibn Amru Allah Resulü sallallahu aleyhi ve sellem bir nəfər kişinin sübh namazından sonra 2 rəkat namaz qılmasını gördü. Və ona sübh namazı 4 rəkat deyil, 2 rəkatdır dedi aleyhissalatü vesselam. Dedi, ey Allahın Resulü, sübhün sünnətini qıla bilməmişəm vaxtında. Həmin o 2 rəkatdır. Aydındır. Çünki baxır Allah Resulü namazdan çıxanda ki, bir insan həm də qılır. Dedi ki, sübh namazı 4 rəkat deyil, 2 rəkatdır. Hətta qəzəblənir. Namazdan qutarandan sonra, ey Allahın Resulü, sübhün sünnətini qıla bilməmişdim, indi qılıram. Aydındır. Bu hədisi biz keçən dərslərdə götürdük. Hədis səhihdir. Hədis səhihdir. Həsən hökmündədir İbn Battaya görə və turuqla səhihdir, əlhamdülillah. Fikir verin. Bu hədisdəki keçmiş dərslərdə biz faydaları götürdük və faydalarından biri odur ki, səhi odur ki, sübh namazının sünnətinə çatdırmayan insan fərzini bir başa sonra qıla bilər.
Çünki sonra Peyğəmbər sallallahu əleyhi və səlləm iqrar eləyir, susur və heç nə demir, yəni qadağa etmir. Və həmçinin faydalarından da nədir? Sübh namazının sünnətinin qəza edilməsi. Sadəcə Əbu Malik bunu qəza babında gətirməyi ilə bunu qəza görür artıq. Çünki onun vaxtı nə idi? Fəcrin farzından qabaq idi. Aydındır. Alə kulli hal fəsəkətə Rasulullah s.ə.v və Allah Rasulullah s.ə.v bu əmələ sükut edir. Yəni, inkar etmir, iqrar edir. Hədis həsəndir. Səhihdir, əlhəmdülillah. Ancaq Abu Hureyranın hədisinə gələndə isə Allah Rasulullah s.ə.v o hədisdə buyurur ki, sübh namazının 2 rəkətini qıla bilməyən, qoy onları qılsın günəş doğandan sonra. Bu hədis İmam-ı Tirmizinin hədisidir, İbn-i Xuzeymədə və Hakim və İbn-i Hibban və başqaları hədis səhihdir. Abu Malik deyir ki, fikir versəz diqqətlə, bu hədislə yuxarıdakı hədis arasında əslində heç bir ziddiyyət yoxdur. Sadəcə cəm eləmək lazımdır hədisləri. Aydındır, cəm eləmək lazımdır hədisləri. Yəni, bunu da eləmək olar, onu da eləmək olar, hər ikisi caizdir. Sanki buna gətirir. فَإِنَّهُ لَيْسَ صَرِيحًا فِي أَنْ مَنْ تَرَكَهُمَا لَا يُصَلِّهِمَا إِلَّا بَعْدَ طُلُوعِ الشَّمْسِ. Deyir, bu hədis bəzilərinin başa düşdüyü kimi deyil ki, ancaq zöhrə kimi qıla bilərsən. Çünki bu görüş cümhurdadır, bilirsiniz. Məzhəb alimləri deyir ki, sübh namazının sünnətin qəzası yalnız zöhrə kimidir. Cümhur alim bunu görür. Fuqaha, məzhəb alimləri. Deyir ki, ancaq fikir Abu Malik nə deyir? Abu Malik deyir ki, bu hədis bunun əksini qaran da etmir ki, ancaq zöhrə kimidir. Xeyr, hədisdə deyir ki, bu vaxt qıla bilməyən günəş doğandan sonra qılsın. Şərt deyir ki, burada yəni, günəş doğandan sonra qılsın, o deməkdir ki, zöhrə kimi ancaq qılsın, zöhrdən sonra qıla bilməz. Bu qapı bağlanmadı hədisdə, diqqətlə baxsaq. Hədisi diqqətlə dinləyək. Mən ləm yusalli rək'ateyl fəcr fəlyusallihimə bə'dəmə tala'ş-şəms. Qapı yenə də açıq qaldı. Onu da qıla bilməyən, yenə də qıla bilər zöhrdən sonra, madəm ki, yaddan çıxardıb. Qıla bilməyib, unutub və s. Və Abu Malik bu görüşü özünə tərcih edir ki, sübh namazının sünnətinin qəzası yaddan çıxardan insan yenə də qıla bilər. Və axır deyir ki, Vallahu a'ləm və doğrusunu Allah bilir. Yəni, bu görüşdə vacih bir görüşdür. Elhamdülillah, kim istəyir o görüşdə gedə bilər. Həl yutatavva' ba'da tulul fecri siva rək'atil fecr. Yaxşı. Adam sübh namazının 2 rəkatını qılıb. Sonra məscidə gəlib. İndi məscidə gəlib, bu otura bilərmi? Yoxsa sübh namazının sünnətindən sonra bilirsiniz ki, qadağa gəlib. Başqa namaz qıla bilərmi? Bu haqda məsələ. Birinci görüş. Məkruhdur sübh namazının əzanının 2 rəkatından sonra, sünnətindən sonra hər hansı bir namaz qılmaq, nafilə namaz qılmaq məkruhdur. Və bu əksər sələfin görüşüdür. Sələf burada tabiinlər nəzər tutulur. Həsən el-Basri və Nəxai və Səid ibn Müseyyib və Ashab-ı Ray və həmçinin Abdullah ibn Amru və ibn Umar sahabələrdən dedilər ki, məkruhdur. وعن يسار مولى ابن عمر قال رآني ابن عمر وأنا أصلي بعد طلوع الفجر فقال يا يسار إن رسول الله صلى الله عليه وسلم خرج علينا ونحن نصلي هذه الصلاة فقال لا يبلغ شاهدكم غائبكم لا تصلوا بعد الفجر إلا سجدتين. Hədis Əbu Davudun və Tirmizinin hədisidir. Şeyx Albani hədisi səhih görür. Bu hədisdə Yasar Mevla İbn Umarın mevlası. İbn Umar bunu sübh namazının sünnətindən sonra nafilə qılan görür və qadağan edir ona. Və deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizə La tusallu ba'del fəcr Fəcirdən sonra 2 rəkatdan başqa işinə qılmayın. La tusallu ba'del fəcri illə səcdəteyn. Yəni rək'ateyn. Yəni fəcirdən sonra, yəni sübh əzanı girəndən sonra 2 rəkatdan başqa işinə qılmayın. Açıq qadağan gəlib. Aydındır. Və bu Abu Davud və Tirmizinin hədisidir. Hədisi də Şeyx Albani səhih görür. İkinci görüş. Demək dedik ki, birinci görüş nədir? Məkruhdur. İkinci görüş. İcazə verənlərin görüşüdür. Dedilər, xeyr, heç bir problem yoxdur. Adam boş durub, kimsə Quran oxuyur. Kimsə də nafilə namazı qıla bilər deyənlər də var. Qalu lə bəsə ən yətətavva' ba'dul fəcr.
Görüşün sahibləri İbn Munzir, həmçinin Həsən Basrinin ikinci görüşü, həmçinin İmam Məlik. Və İmam Məlik deyir ki, bunu icazə verirəm gecə namazını hər dəfə qılıb, indi qılmağa qalxa bilməyən üçün. Çünki o gecə namazını Quranı təkrarlayırdı. İndi də gəlib sübh namazını 2 rəkətini qılıb, məsciddə də, bu məsciddə, filan məsciddə 30 dəqiqədən sonra iqamə verilir. İmam Məlik, məzhəb alimi Məlik, aydındır. Deyir ki, qalxsın, 2 rəkət qılıb və öz gecə namazının həmin o əda edə bilmədiyi hissəsini əda etsin. Və bu görüş həmçinin Bilal sahabədən də rəvayət olunur. Abu Malik deyir ki, qultu vəl-əvvəl əqva, birinci görüş də səhihdir. Səhih hansı görüşdür? Birinci görüş. Yəni məkruhdur sübh namazının sünnətindən başqa nəsə qılmaq, iqamə kimi. Niyə görə? Çünki açıq dəlil gəlib. La tusallu ba'dəl fəcri illə səcdəteyn. Abu Davud və Tirmizi, İmam Əlbəninin təshihi ilə səhih hədisdə Allah Resulü s.ə.v nə deyir? Yasar Mövlə ibn Umar hədisində 2 rəkatdan başqa namaz qılmayın sübh namazının əzandan sonra. 2 rəkatdan başqa namaz qılmayın. Yəni 2 rəkat sünnət qılın da başqa namaz qılmayın. Yəni qadağa gəlib. Nəh gəlib. Tənbihət, av tənbihən. Tənbihat və yaxud da ki 2 dənə tənbih. Birinci tənbih. Eyb etməz. Sübh namazının sünnəti qılandan sonra söhbət eləmək. Aydındır. Niyə bu məsələni getirirsən Abu Malik? Dedi ki, sahabələrdən bunu məhkruh görənlər var ona görə. Həmçinin İmam Əhməd və İshaq, hədis və fiqh alimlərindən İmam Əhməd və İshaq, sübh namazı sünnəti qılandan sonra sus, iqamə kimi deyirlər. Aydındır. Nə deyirlər? Bə'dətul fəcr hatta yusallil fəcr illə mə kənə min zikrillah. Zikirdən başqa heç nə eləmə. Əv mimmə ləbud, ya da ki, ən zəruri kəlmələrdən başqa. Sən zəng girirsən ki, oyanın, namaz vaxtı girib. Deyir ki, yox. Vallahu ələm vəl-ilmu indəllah, bu qapı açıqdır. Ziyan etməz söhbət eləmək. Aydındır. Və mömin, həqiqi mömin ancaq xeyir danışır. Əlaqsız məsciddə. Əlaqsız bu fəzilətli vaxtda. Aydındır. Dəlilin nədir Abu Malik? Deyirsən ki, caizdir, istədiyi söhbət elə bilər. Deyir ki, xatırladın. Dərsin əvvəlimizdəki Ayşə anamızın hədisi və məni danışdırardı. Hədisi yaddan çıxdı elə. Allah Resulü sallallahu aleyhi ve sellem sübh namazının sünnəti qılandan sonra oyaq idimsə məni danışdırardı. Oyaq deyildimsə, o zaman sağ çiyindən uzanardım. Hədisi gəldi, çıxdı burada. Gördünüz? İkinci tənbih. La yəthbutu anin nəbi sallallahu aleyhi ve sellem şeyun fid-duai ba'dəl fəraği min rəkətil fəcr. Peyğəmbər sallallahu aleyhi ve sellemdən belə bir şey nəql olunmamışdı ki, sübh namazının sünnətini qılandan sonra əllə qalıb dua eləməlisən. Yoxdur belə şey deyir Abu Malik. Aydındır? Deyir ki, bəs 2 dənə hədis var. Deyir, hədislərin ikisi də həddindən artıq zəifdir. O qədər zəifdir ki, baxma ki, fəzilət babında olsa da, fəzilət babında olan hədisləri əməl eləməyə caiz olsa da, şiddətli zəif olduğuna görə bunlar da əməl olunur. Aydındır? Hadisani zəifani ciddən la yəcuzul aməlu bihimə həttə indəl qailinə bil aməli bi hadisi zəif fi fədailil a'mal li şiddəti zəifihə. Mətni qəsdən oxuyuram ki, ərəb dini bilənlər də bilsin ki, məhz bu kəlam müəllifin kəlamıdır. Allah subhanahu teala istifade edenlerden etsin. Və sallallahu ala nebiyina Muhammedin və ala alihi və sahbihi ecmain.